Bismillahirrahmanirrahim. 12-ci وَمِنَ الْأُمُورِ الَّتِي تُجَدِّدُ الْإِيمَانِ İmanı təzəliyən işlərdən 12-cisi Munacatullahi vəl-inkisaru beynə yedeyhi azze və cəl. Yəni Allah Teala ilə münacətdə olmaq, yəni danışıqda və Allahın qarşısında sınmaq. Və kulləmə kənə abdu əktərə zillətən və xudu'an kən iləllahi əqrab. Yəni bəndə nə qədər çox Allahın qarşısında zəlil olarsa və itaatkar olarsa və Allaha bir o qədər yaxın olar və buna görə Peyğəmbər sallallahu buyurur ki, "Aqrabu ma yakunul abdu min rabbihi və huve sacid fa'ksiru ad-du'a." Yəni bəndənin Allaha ən yaxın olan vaxtı səcdə vaxtıdır və buna görə duanı çoxaldın. Lianna halə sucud fiha zillatun və xudu. Çünki səcdə vaxtında zəlillik vardır. Leysə fi baqiyyətil heyət vəl-əvda. Başqa hallarda, məsələn qiyamda, rükuda olmayan zəlillik yəni səcdə vaxtında vardır. Səcdə halında vardır. Fələmmə əzzəqəl abdu cəbhətəhu filə ardı və hiyə ələ şeyni fihi sara aqra mə yəkun min rabbihi. Nəyə görə? Çünki səcdə halında. Yəni rükû halında nəyə görə? Yəni Allaha ən yaxın vaxt deyil. Ayrıca yəni səcdə vaxtı Allaha ən yaxın vaxtıdır. Çünki deyir bəndə səcdə halında torpağa, yerə özündə ən şərəfli yeri, alnını yerə qoyur və bununla deyir, Rəbbinə ən yaxın olur. İbn-i Qayyim Rahimullah bu zəlilliyi, tövbə edənin zəlliyini, Rəbbinin qarşısında zəlliyini yəni, ifadə edərək buyurur ki, فَلِلَّهِ مَا أَحْلَ قَوْلُ قَالِ فِي هَذِهِ الْحَالِ Yəni bu halda bu deyənin sözü nə qədər gözəldir. Əs'əluka bi'izzikə və zulli illə rəhməti. Yəni sənin izzətinlə və mənim zəlilliyimlə sənin mənə rəhm etməyini istəyirəm. Sənin izzətinlə Allah Teala'dan istəyir. Sənin izzətinlə və mənim zəlilliyimlə. Əs'əluka bi quvvatikə və da'fi və bi qinəkə anni və fəqri ileykə. Və həmçinin səndən istəyirəm, sənin gücünlə və mənin zəifliyimlə səndən yəni var istəyirəm və həmçinin sənə ehtiyacımla. Həzihi nasiyyətil kəzibətu əl-xatə beynə yedeyk. Və bunun mənim ixtiyarım, yəni bu yalancı alnım sənin qarşındadır. Əbidukə sivayə kəthir. Mənim səndən başqa qullarım çoxdur. Lə məlcə və lə məncə minkə illə iləyik. Səndən başqa sığınacaq yerim yoxdur. Əsəlukə məsələtəl miskin və miskinin istədiyi kimi səndən istəyirəm. Və əbtəhiru iləykə ibtihəl xadi'i zəlil və sənə yalvarıram o itaatkar zəlil bir kəsin yalvardığı kimi. Və əd'ukə duaəl xaif və qorxanın duası kimi sənə dua edirəm. Və bu cür yəni gözəl ifadələrlə yəni bunu bildirir. Fəindəmə yətil abdu misli hədil kəlimət munəcən rabbəhu fəinnəl iman yətəda'af fi qalbihi ad'afə muda'afə. Əgər bəndə bu kimi kəlmələri Rəbbi ilə danışarsa, münacətdə olarsa, əlbəttə ki, onun imanı qəlbində qat-qat artır. Və kədəlikə izharul iftiqal ilallahi mimmə yuqavvil imanə subhanə və teala. Və həmçinin insanın öz ehtiyacını, möhtaclığını Allah qarşısında bildirməsi, bu da imanı artıran, gücləndirən əsas səbəblərdəndir. Qad əxbarana bi faqrina ileyhi və hacidən ləhu. Artıq Allah Teala bu barədə bizə xəbər vermişdi. Bizim ona olan ehtiyacımızı, bizim ona olan möhtaclığımızı Allah Teala xəbər verib. Buyurur ki, ya eyyuhan nasu entumul fuqara ilallah vallahu vel-ganiyyul hamid. Ey insanlar, siz Allaha möhtacsınız. Və Allah Teala isə heç kəsə möhtac və həmdə layiq, möhtac deyildir və həmdə layiqdir. Və həmçinin səbəblərdən 13-cü və hədə muhimun ciddən fi təcdidil iman. Arzunun qısa olması. Arzunun qısa olması. Yəni bu da imanın təzələməsində olduqca mühümdür. İbn-i Qayyim Rahimullah deyir ki, bu barədə gələn ən zəhmətli ayələrdən Şuara surəsində keçən ayələrdir ki, 205-207-ci ayədə Əfəraitə imməttə'nəhum sinin thumma cəəhum mə kənu yu'adun mə əğnə anhum mə kənu yuməttə'un. Yəni, sən xəbər ver, əgər biz onları yer üzərində illərlə onları saxlasaq, onlara nemət versək, sonra vəd olunmuş vaxt, vəd olunmuş
vədə gəlib çatdığı zaman onlara o ləzzət aldığı, yığdıqları heç bir şey onlara fayda verməyəcəkdir. Kəlləm yəlbəsu illə səətən min nəhar. Elə bir ki, onlar qiyamət günü dünyada günün bir hissəsini qalmış kimi hesab edəcəklər. Fəhədi kullu dünya. Fələ yatullu insanul əmələ yəqul səəişu və səəişu. Bütün dünyanın hamısı budur. Dünyanın hamısı bundan ibarətdir. İnsan deməlidir, arzusunu dünyada çoxaltmamalıdır. Deməlidir ki, mən yaşayacağam. Qalə bə'du sələfli raculin. Sələflərdən biri bir kişiyə deyir ki, yəni hansı ki, onlar namaz qıldıran birisinə, bizə günorta namazını qıldır. Fəqalə racul, o kişi deyir ki, insalleytu bikum əd-duhra ləm usalli bikumul asr. Əgər mən sizə zöhr namazını qıldırsam, əsr namazını qıldırmayacağam. Fəqalə və kəənnəkə tuəmülü ən təişə li salatil asri. Sən elə ümid edirsən ki, əsr namazına qədər yaşayan kimi. Nəuzu billahi min tulil əməl. Biz Allah Teala'ya uzun arzudan sığınırıq. Yəni, günortadan əsrə qədər bu arzuda olmasını onlar sələflər böyük arzu görərdilər. Böyük ümid içərisində olmaq görərdilər. Deyir ki, biz uzun arzudan biz Allah'a sığınırıq. 14-cü həmçinin artıran, imanın gücləndirən səbəblərdən ət-təfəkkuru fi haqarət dünya hətta yazula təalluq bihə min qalbil abd. İnsan dünyanın bu aşağı olması barəsində, dünyanın nə qədər alçaq olması barəsində fikirləşməsi, ona görə ki, o qəlbində ona olan bağlılıq hissin. Allah Teala buyurur ki, وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Yəni, dünya aldadıcı bir həzdən, ləzzətdən başqa birisi deyildir. Peyğəmbər s.ə.v buyurur ki, İnnə mat'amə ibni Ədəm qad duribə lid-dunya məsələn fanzur mə yaxrucu min ibni Ədəm və in qazzəhəhu və məlləhəhu qad alimə ilə mə yasir. Deyir ki, dünyaya nə məsəl çəkilmişdir? Adəm övladının yeməyi dünyaya məsəl çəkilmişdir. Bax, deyir, fanzur mə yaxrucu min ibni. Sən Adəm övladından çıxana bax, yəni nəcisə. Nə qədər onu gözəlləşdirsə də, yəni dünyanı Peyğəmbər s.ə.v yəni buna bənzətmişdir. Və Əbu Hüreyrədən gələn hədisdə deyir ki, Peyğəmbər s.ə.v belə dediyini eşitdim. Əd-dünya məl'unətun və məl'unun və mə fiyhə. Məl'un mə fiyhə illə zikrallahi və mə vələ əv alimən əv mütəallimən. Dünya məl'undur. Dünyanın hamısı lənətlənib və dünya içərisindəkilər də hamısı lənətlənib. Allahı zikr etmək və ona yaxın şeylər alim və mütəallimdən başqa. Bilən və öyrənəndən başqa. Alim və öyrənəndən başqa. Dünya hamısı lənətlənib. Dünya və dünya içərisindəkilər hamısı lənətlənib, Allahı zikr etmək və bununla əlaqədar şeylər və həmçinin alim və öyrənəndən başqa. Allah təala iştifarlar etsin. Sallallahu əleyhi və səlləm.